Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Cəmi nəqd qiymətdə 58 min manata, sahəsi 32 kvadrat metr olan yeni təmirli, içində yeni əşyaları ilə birlikdə, yəni salafan əşyalarla birlikdə 2 otaqlı gözəl bir mənzilimiz satışa çıxıb. Dəyərli izləyicilər, hündür mərtəbəli binadadır, 17-ci mərtəbədə yerləşir, mənzildir, axırıncı mərtəbə deyil, yəni mansardda deyil, üstündə mansard var. Lift işləyir, yaşayışlı binadır. Avpark yaşayış kompleksində yerləşir bu mənzilimiz. Diqqətiniz burada olsun, əla bir təklifdir. İçində əşyaları, salafan əşyaları ilə birlikdə satılır. Deməli, dəyərli izləyicilər, bu hissə qonaq otağı oldu. Ətraflı göstərirəm sizə. İçində görürsünüz, soyuducusu heç açılmayıb, salafandan çıxmayıb. Burada belə bir televizoru yerləşdirilib. Qonaq otağı, burada bahalı mətbəx belə yığılıb. İçərisində aspiratoru, baxın görürsünüz, qaz plitəsi, moydadır, hər biri təzədir, qoyulub istifadə edilməli. Mətbəx belə yaxşısındandır, şaxtaya çıxışı da var buradan. Deməli, mətbəxlə qonaq otağı birlikdədir. Buradan əvvəlcə sizlərə bu hissədə dəhlizi göstərim. Belə bir dəhlizi var, bu gördüyünüz çöl giriş qapısıdır. Solda sanitar qovşağı yerləşdirilib. Sanitar qovşağı içərisi çox genişdir, duş kabin üçün yerdə nəzərdə tutulub. Baxın, içərisində yeni vəziyyətdə, bu da paketindən yeni çıxıb paltar yuyanı var. Deməli, aksesuarlardır. Bu çanağıdır, hər biri yeni qoyulubdur, istifadə edilməyib. Davam eləyək, dəyərli izləyicilər, buradan düz getdikdə burada yataq otağına keçid verilib. Baxın, belə bir yataq otağı var. İçərisində görürsünüz, dolapları, təzə matrası, təzə taxtı, tumbaları, hər biri yeni vəziyyətdə qoyulub. Pərdələri, lüstrları, mənzil tam hazır vəziyyətdədir, köç yaşa vəziyyətdədir. Yeni təmir, yeni bir mənzil Avparkda, yeni tikili binada. Dəyərli izləyicilər, Avpark yaşayış kompleksinin içərisində də hər bir şey var. Binanın həyəti də var, maşın saxlamaq üçün yeri də var, məktəb bağça ətrafındadır. Avtobus dayanacağına 2 dəqiqəlik məsafədədir. Qarşısından Xırdalan daxili və şəhər istiqamətində hərəkət edən avtobuslar keçir. Burada da Aristonu görürsünüz, hər bir şey hazır vəziyyətdədir. Kompleks daxilində restoranlar, əyləncə mərkəzləri, parkı, nə axtarsanız var. Targov küçəsinin yaxınlığında yerləşir mənzilimiz. Avparkda Targov küçəsinin yaxınlığında yerləşir. Əldə etməyə tələsin, kanala abunə olmağı unutmayın, videonu bəyənin. Sağ olun, növbəti çəkilişlərdə görüşərik.